Ağıllı ev dedikdə nə nəzərdə tutulur və ağıllı ev nədir? Ağıllı ev insanların gözündə daha çox səslə idarə olunan hansısa qapı və yaxud da pəncərə və yaxud da robot texnikalar nəzərdə tutulur. Amma təbii ki, bundan yalnız ibarət deyil. Bununla yanaşı bizim evimizdə olan səs sistemidir, akustika sistemləridir, işıqlandırma sistemidir, pərdə sistemidir, həmçinin soyutma və isitmə sistemidir ki, bunların bir mərkəzdən idarə olunduğu ev modeli. Bəs siz Eco Control Systems komandası olaraq nə edirsiniz? Biz Eco Control Systems komandası olaraq hansı ki istifadə etdiyimiz cihazların sifariş prosesini, texniki dəstək prosesini və quraşdırma prosesini həyata keçiririk. Hansı tanınmış markalardan istifadə edirsiniz? Daha çox Lutron brendini istifadə edirik. Həmçinin Azərbaycandakı rəsmi distributoruyuq. Bu brenddən istifadə etdiyimiz məhsulları daha çox biz işıqlandırma və pərdə sistemlərinin idarə olunmasında həyata keçiririk. Bəs səs və istilik sistemində hansı brenddən istifadə edirsiniz? Səs sistemində biz Sonos brendindən istifadə edirik. Səs və akustika sistemi həmçinin Sonos brendinin məhsullarından istifadə edərək həyata keçiririk. İsitmə və soyutma sisteminin idarə olunması isə Coolmaster cihazından istifadə edərək həyata keçirilir və quraşdırılır. Sadə dildə desək, biz evinizin bütün sistemlərini bir-biri ilə danışdırırıq ki, siz istədiyiniz hər hansı bir paneldən və ya appdən idarə edə biləsiniz. Bəli, tamamilə doğrudur. Bəs ağıllı ev sistemlərinin digər sistemlərdən fərqləndirən əsas xüsusiyyəti nədir? Ağıllı ev sistemləri digər sistemlərdən fərqi nədir? Məncə daha çox rahatlıq, komfortluqdur. Həmçinin bununla yanaşı biz enerji qənaəti burada görürük və təbii ki, daha çox təhlükəsiz sistemdir. Biz hər hansı bir məkanda mütləq deyil ki, olaq, orada olan işıqlandırma sistemini və yaxud da isitmə, soyutma sistemini və yaxud da pərdə sistemini, qapı pəncərə sistemini idarə edək. Biz istənilən məkandan İstənilən şəkildə öz mobil telefonumuz vasitəsilə app üzərindən evimizdə olan hər hansı bir cihazı, istifadə etdiyimiz cihazları istənilən şəkildə idarə edə bilirik. Bu bizim səs sistemi də ola bilər, isitmə və yaxud da soyutma sistemi də ola bilər, həmçinin və yaxud da işıqlandırma, pərdə sistemi də ola bilər. Nəticə olaraq ağıllı ev sizə təkcə rahatlıq yox, təhlükəsizlik, enerji qənaət və zamana qənaət də gətirir. Bəli. Suallarımızı cavablandırdığınız üçün və ətraflı məlumatınız üçün sizə təşəkkürümüzü bildiririk. Buyurun, minnətdarıq. Həmçinin qeyd etmək istəyirəm ki, əgər izləyicilər tərəfindən maraqlanan şəxslər varsa, öz ofislərində, villalarında və yaxud da evlərində bu sistemləri quraşdırmaq istəyənlər varsa, bizim əməkdaşlarla əlaqə saxlaya bilərlər. Bizim aşağıda əlaqə nömrəmiz də var. Hər zaman 7/24 məlumat verməyə, köməklik göstərməyə hazırıq.